Təsəvvür edin ki, bir mağaza sizin hamilə olduğunuzu atanızdan da əvvəl bilir. Ya da səsli köməkçiniz sizin, necə deyim, ən şəxsi söhbətlərinizi götürüb başqasına göndərir. Bu əslində artıq fantastika deyil, süni intellektin topladığı məlumatlarla, yəni reallığa çevrilə biləcək bir şeydir. 1 və 0-a xoş gəlmisiniz. Bugünkü mövzumuz süni intellekt sənin haqqında nə bilir? Bugün sizin bizimlə paylaşdığınız mənbələrə əsaslanaraq süni intellektin şəxsi məlumatlarınızı necə topladığını, nə üçün istifadə etdiyini araşdıracaq. Həmçinin bunun hansı risklər yaratdığına baxacaq və bu rəqəmsal iz üzərində nəzarəti necə qoruya biləcəyimiz barədə danışacaq. Gəlin başlayaq. Baxın, etdiyimiz hər klik, hər bəyənmə, yazdığımız hər şərh bir məlumat izi buraxır. Süni intellekt bütün bunları yəni necə yığır, hardan əldə edir? Əslində, iki əsas kanal var deyə bilərik. Birincisi, sizin bilərəkdən verdiyiniz məlumatlar. Məsələn, harasa qeydiyyatdan keçəndə adınızı, e-mailinizi, telefon nömrənizi və s. yazırsınız, bu aydındır. İkincisi isə, və bu bəlkə də daha çox narahatlıq doğurandır, sizin birbaşa xəbəriniz olmadan arxa planda toplananlar. Məhz bu ikinci hissə. Mənbələrdə də deyildiyi kimi, bəzən olur ki, telefon yanınızdadır, nə haqdasa danışırsınız. Bəli. Və qısa müddət sonra sosial mediada tam da həmin mövzu ilə bağlı bir reklam çıxır qarşınıza. Bu təsadüfdürmü həqiqətən? Çox güman ki, yox. Bu, süni intellektin dinləmə qabiliyyətinin bir göstəricisi ola bilər. Həmçinin, məsələn, üz tanıma texnologiyaları var. Bunlar sizi kütlə içində belə tanıya bilir. Və ya, məsələn, çox bəsit görünən bir avtomobil tapma tətbiqi düşünün. O belə arxa planda sizin harada park etdiyinizi, hansı marşrutlardan istifadə etdiyinizi, yəni vərdişlərinizi öyrənə bilir. Mənbələrdə xüsusilə bu biometrik məlumatlar, barmaq izləri, üz tanıma, səs nümunələri daha çox vurğulanır. Deyilir ki, süni intellekt bunları, necə deyim, çox sürətlə və asanlıqla toplayır. Amma niyə məhz biometrik məlumatlar bu qədər həssasdır? Yəni, nədir bunun səbəbi? Çox yaxşı sualdır. Çünki, baxın, biometrik məlumatlar əsasən dəyişməzdir. Siz şifrənizi dəyişə bilərsiniz, e-mail ünvanınızı dəyişə bilərsiniz, amma barmaq izinizi və ya üzünüzün cizgilərini dəyişə bilməzsiniz. Elə deyilmi? Doğrudur, bəli. Əgər bu məlumatlar, Allah eləməsin, kiminsə əlinə keçsə, yəni sızsa, onlardan əbədi olaraq sui-istifadə etmək mümkündür. Bu çox ciddi bir riskdir. Üstəlik, bu məlumatları təkcə sizin istifadə etdiyiniz xidmətlər, tətbiqlər toplamır. Bazarda Axiom, Experian kimi böyük, hətta nəhəng deyərdim, məlumat brokerləri var. Məlumat brokerləri. Yəni, onlar nə işlə məşğuldur tam olaraq? Onların işi məlumat toplamaq və satmaqdır. Sizin haqqınızda düşünə biləcəyiniz hər şeyi adınızdan, ünvanınızdan tutmuş, gəlir səviyyənizə, ailə vəziyyətinizə, siyasi baxışlarınıza, onlayn nə axtardığınıza, nə aldığınıza qədər minlərlə fərqli məlumat nöqtəsini yığıb sistemləşdirirlər, sonra da bu məlumatları başqa şirkətlərə satırlar. Təsəvvür edin, mənbələrdə qeyd olunur ki, təkcə Axiom şirkəti 2,5 milyard insan haqqında hər biri üçün 3000-dən çox məlumat nöqtəsi olan bir bazaya sahib olduğunu iddia edir. İnanılmaz bir rəqəmdir. 2,5 milyard insan. Bu qədər məlumatla nə edirlər axı? Mənbələrdə o Target mağazasının hamiləlik nümunəsi var idi bu. Hədəflənmiş reklam üçün aydındır. Amma yəqin ki, təkcə reklam deyil məqsəd. Başqa nə üçün istifadə olunur bu qədər data? Hədəfləmə və segmentasiya, bəli, bu çox geniş yayılıb. Amma bu buzdağının görünən tələfidir, necə deyərlər. Məlumatlar həmçinin sizin üçün təcrübələri fərdiləşdirmək məqsədi ilə istifadə olunur. Məsələn, YouTube və ya Netflixin sizə etdiyi tövsiyələr məhz sizin izləmə tarixçənizə və bəyənmələrinizə əsaslanır. Sonra, müştəri xidmətlərində gördüyümüz o chatbotlar var ha, onların çoxu süni intellektlə işləyir və sizinlə daha effektiv ünsiyyət qurmaq üçün məlumatlarınızdan istifadə edir. Başqa sahələr də var. Şəxsiyyətin təsdiqlənməsi, məsələn, bank əməliyyatlarında, fırıldaqçılığın qarşısının alınması, kredit və ya sığorta risklərinin qiymətləndirilməsi, hətta, bəli, işə ya ev kirayəsinə müraciət edərkən sizin arxa planınızın yoxlanması üçün də bu məlumatlardan istifadə edilə bilər. Deməli, məlumatlarımız təkcə hansısa məhsulu almağımız üçün deyil,
həm də həyatımızın çox fərqli, hətta vacib sahələrinə təsir edən qərarlar üçün də bir əsas rolunu oynayır. Bu da bizi, təbii ki, risklər mövzusuna gətirib çıxarar. Məlumat sızmalarını qeyd etdiniz, xüsusilə biometrik məlumatlarla bağlı. Amma başqa hansı ciddi təhlükələr var? Nədən narahat olmalıyıq? Təhlükələr əslində çox şaxəlidir. Birincisi, kütləvi nəzarət potensialı getdikcə artır. Hökumətlər və ya böyük şirkətlər bu məlumatları istifadə edərək insanları izləyə bilər. İkincisi, razılıq məsələsi. Biz çox vaxt qəbul edirəm düyməsini basırıq, amma o uzun, kiçik şriftlərlə yazılmış şərtləri, yəni kim axıra qədər oxuyur? Heç kim demək olar ki. Bəli. Deməli, əslində tam məlumatlı razılıq vermirik çox zaman. Üçüncüsü, məlumatlarımızın üçüncü tərəflərə satılması və onların bu məlumatlardan necə istifadə edəcəyini bilməməyimiz, sui-istifadə riski çox böyükdür. Sonra, süni intellekt algoritmlərinin özündə qərəzliliyi ola bilər. Mənbələrdə də nümunələr var. Məsələn, üç tanıma sistemləri bəzən müəyyən irqlərə və ya cinslərə mənsub insanları daha çox səhvlə tanıyır. Bu da təbii ki, ayrı seçkiliyə gətirib çıxara bilər. Kredit verilməsində, işə qəbulda və s. Bu qərəzlilik məsələsi çox vacibdir həqiqətən. Mütləq. Və psixoloji təsirləri də unutmayaq. Daim izləndiyini bilmək, hər addımının qeydə alındığını düşünmək insanda bir təzyiq yaradır. Bu zamanla bizim qərar vermə azadlığımızı, yəni muxtariyyətimizi məhdudlaşdıra bilər. Bir də ki, məlumatlarımız rəqəmsal dünyada demək olar ki, əbədi qalır. Amma onlara çıxışı olan şirkətlər, hökumətlər, onların rəhbərliyi dəyişə bilər. Bugün xoş məqsədlə toplanan məlumat sabah başqa məqsədlər üçün istifadə edilə bilər. Həm də bu, süni intellekt sistemlərinin özləri bir növ qara qutu kimidir, elə deyilmi? Yəni, məlumatlarımızı daxil edirik, amma içərdə nə baş verdiyini, o qərarların necə verildiyini tam anlamırıq. Şəffaflıq yoxdur. Mənbələr xüsusilə ChatGPT kimi bu ictimai platformalarla bağlı da xəbərdarlıq edir. Orada paylaşdığımız məlumatlar necə olur? Tamamilə doğrudur. O qara qutu məsələsi çox aktualdır. Və bəli, ChatGPT kimi ictimai, yəni hamıya açıq süni intellekt platformalarına daxil etdiyiniz hər bir şey, istər sadə bir sual olsun, istərsə də daha məxfi görünən bir söhbət, potensial olaraq o modelin gələcək təlimi üçün istifadə edilə bilər. Hətta gələcəkdə başqa bir istifadəçinin sorğusuna cavab olaraq sizin verdiyiniz məlumatın bir hissəsi də anonimləşdirilmiş formada olsa belə üzə çıxa bilər. Buna görə də əsas qayda budur, sosial mediada, məsələn Facebookda açıq şəkildə paylaşmayacağınız bir şeyi gedib süni intellektlə söhbətə də daxil etməyin. Çox aydın məsləhətdir. Və iş təkcə bununla bitmir, işin daha dərin tərəfi var. Xüsusilə bu böyük dil modelləri, yəni bütün interneti oxumuş modellər, sizin onlayn izlərinizdən, alış-veriş tarixçənizdən, axtarışlarınızdan, sosial media paylaşımlarınızdan sizin psixoloji profilinizi çıxarmağa qadirdir. Psixoloji profil, yəni xarakterimizi, zəif nöqtələrimizi analiz edir. Bəli, maraqlarınızı, dəyərlərinizi, hətta şəxsiyyət tiplərinizi müəyyən edə bilir. Və bu, təkcə sizin nəyi bəyənəcəyinizi və ya nə alacağınızı təxmin etmək üçün deyil. Bu, həm də sizi müəyyən davranışlara sövq etmək, fikrinizi dəyişmək, yəni manipulyasiya etmək üçün də istifadə oluna bilər. Marketoloqlar bunu onsuz da 10 illiklərdə edir. Amma süni intellekt bunu, necə deyim, misli görünməmiş bir dəqiqlik və miqyasda edir. Hər saniyə milyardlarla mikrosiqnalı izləyərək. Bu həqiqətən də biraz qorxulu səslənir. Mənbələrdə o həssas anlarda hədəflənməklə bağlı nümunələr də var idi. Məsələn, öz şəklini bəyənməyib silən yeniyetmə bir qıza dərhal arıqlama məhsullarının, gözəllik prosedurlarının reklam edilməsi kimi. Bəli, çox təəssüf ki, belə hallar olur. Və ya Amazon Alexa kimi cihazlar. Sizin səs yazılarınızı götürüb, şirkətin süni intellektini təlim etmək üçün istifadə edir. Və mənbədə deyilirdi ki, bundan tam imtina etmək də çox çətindir və ya mümkün deyil. Bəs biz nə edə bilərik? Bütün bu prosesə qarşı bizim, yəni sıravi istifadəçinin əlində hansısa bir alət, bir vasitə varmı? Özümüzü necə qoruya bilərik? Baxın, qlobal səviyyədə müəyyən addımlar atılır. Məsələn, Avropada GDPR, yəni Ümumi Məlumat Qoruma Regulyasiyası kimi qanunlar, istifadəçilərə müəyyən hüquqlar verir. Məlumatlarına çıxış əldə etmək, onları sildirmək kimi, amma təəssüf ki, hər yerdə belə güclü qanunlar yoxdur.
Məsələn, ABŞ-da federal səviyyədə vahid güclü bir məxfilik qanunu hələ də çatışmır. Texnoloji tərəfdən də həllər axtarılır. Məsələn, federativ öyrənmə deyilən bir yanaşma var. Burada məlumatlar sizin cihazınızda emal edilir və mərkəzi serverə göndərilmir. Amma bunlar hələ geniş yayılmayıb. Lakin fərdi səviyyədə də edə biləcəyimiz şeylər var. Yəni, tamamilə əli qolu bağlı deyilik. Maraqlıdır. Hansı addımlar ata bilərik? Məsələn, gündəlik həyatda praktik olaraq nə etmək olar? Birincisi və ən vacibi, istifadə etdiyiniz tətbiqlərin və platformaların məxfilik ayarlarını mütləq yoxlayın. Orada nələrə icazə verdiyinizə baxın və mümkün qədər məhdudlaşdırın. Lokasiya paylaşımı, mikrofon girişi və s. İkincisi, süni intellektə əsaslanan bəzi funksiyaları söndürmək mümkündür. Məsələn, YouTube-da izləmə tarixçəsini silə və tövsiyələri dayandıra bilərsiniz. Google hesabınızda reklam fərdiləşdirməsini söndürə bilərsiniz. Hə, bunları etmək olar. Üçüncüsü, GDPR kimi qanunların müvəqqə olduğu bir ölkədə yaşayırsınızsa, şirkətlərdən sizin haqqınızda topladıqları məlumatların silinməsini tələb etmək hüququnuz var. Bundan istifadə edin. Dördüncüsü, bayaq dediyimiz kimi, ictimai süni intellekt platformalarına ChatGPT, Gemini və s. həssas, şəxsi, məxfi məlumatlar daxil etməyin. Daha ümumi, anonim sorğularla kifayətlənin. Və nəhayət, beşincisi, getdikcə daha çox platforma istifadəçilərə məlumatlarının süni intellekt modellərinin təlimi üçün istifadəsindən imtina etmək, opt-out etmək imkanı verir. Mənbələrə görə, məsələn, LinkedIn, Microsoft 365, elə ChatGPT özü, Google, Gemini, Pinterest kimi platformalarda bu seçim artıq mövcuddur. Ayarlara girib bu funksiyanı aktivləşdirin, yəni təlimdən imtina edin. Bu çox faydalı məlumatdır. Deməli, imtina etmək seçimi bəzi yerlərdə var, amma deyəsən hamısında yoxdur. Bəli, təəssüf ki, hələ hamısında yoxdur. Mənbələrdə qeyd olunur ki, məsələn, Meta, yəni Facebook və Instagram ən azından ABŞ-da hələlik istifadəçilərə öz məlumatlarının süni intellekt təlimi üçün istifadəsindən asanlıqla imtina etmə imkanı vermir. Bu da çox böyük bir boşluqdur, çünki milyardlarla istifadəçisi var. Aydındır. Deməli, tam olmasa da, heç olmasa müəyyən qədər nəzarəti öz əlimizdə saxlamaq üçün bəzi vasitələr mövcuddur. Təşəkkürlər bu praktik məsləhətlər üçün. Yekun olaraq deyə bilərik ki, bugünkü araşdırmamız göstərdi ki, süni intellekt bizim haqqımızda, yəni hər birimiz haqqında getdikcə daha çox şey öyrənir. Və bu məlumatlar çox vaxt bizim tam xəbərimiz və ya razılığımız olmadan belə toplanıb müxtəlif məqsədlər üçün istifadə olunur. Bu da çox ciddi məxfilik sualları, narahatlıqları doğurur. Bəli, tamamilə. Və bu da bizi bəlkə də son bir düşündürücü suala gətirir. Süni intellekt həyatımıza daha da dərindən inteqrasiya etdikcə, fərz edin ki, gələcəkdə sizin bütün istəklərinizi, arzularınızı, motivasiyalarınızı anlayan, hətta sizin üçün bəzi qərarlar verən rəqəmsal əkizləriniz yaranır. Rəqəmsal əkiz, maraqlı konsepsiyadır. Bəli. Belə bir gələcəkdə siz gündəlik rahatlıq və səmərəlilik naminə şəxsi məlumatlarınız və hətta qərarlarınız üzərindəki nəzarətin nə qədərindən imtina etməyə hazırsınız? Yəni, bu rahatlıq üçün hansı qiymət ödəməyə razı olarsınız? Süni intellekt əsrində əsl rəqəmsal muxtariyyət, yəni sərbəstlik nə anlama gələcək? Məncə, bu hamımızın üzərində düşünməli olduğu bir sualdır.